Sağlam Radioda, Sağlam Təhsildəsiz sizinlə Samirə də xoş gəlmisiniz bugünkü proqramımıza. Bugün biz zövqlədən danışacağıq, zəriflikdən danışacağıq. Əslində zövqlə zərifliyin birləşdiyi bir məkan olaraq da buranı adlandıracağıq. Çünki bugünkü mövzumuz moda ilə əlaqəli olacaq. Əslində hər birimizin daxilində təbii ki, moda ilə bağlı müəyyən bir fantaziyalar dayanır, oyanır, daha doğrusu yatır və onu oyatmaq lazımdır. Çünki deyirlər ki, insanın geyimi onun xarakterini hardasa biruzə verir. Ən yaxşısını bugün qonağımız deyəcək. Bugün Leya Couture moda evinin yaradıcısı və dizayneri, W Baku brendinin həm təsisçisi və kreativ dizayneri Leyli Zalova studiyamızdadır və bugün təbii ki, layihə rəhbərimiz, eyni zamanda World Kariyer Peşə Mərkəzinin icraçı direktor Nərmin xanım Mustafayeva da bizimlə bərabərdir. Sağlam təhsildə xoş gəlmisiniz hər ikiniz. Xoş gördük. Necəsiz? Bugün 3 qadın modadan danışacaq. Aha, 3 qadın da modadan danışdı. Bu söhbət bitməyəcək. Sadəcə vaxt buna imkan vermir ki, biz söhbətimizi uzadaq. Ümumiyyətlə özünüzü modaya uyğunlaşan hesab edirsinizmi xanımlar? Nərmin xanım, siz başlayın. Daha sonra artıq. Əlimizdən Leyli xanımın yanında biraz modadan bizim fikir söyləməmiz biraz gülməli çıxsa da biz də əlimizdən gəldiyi qədər. Hər gün yuxudan oyananda məsələn, necə düşünürsünüz, necə yanaşırsınız? Modaya uyğun geyinəcəm, yoxsa içinizdən nə gəlir? Modaya uyğun deyəndə məncə indi bunu yəqin ki, Leyli xanım da təsdiqləyər. Geyim insanın psixologiyasına, daha doğrusu insanın psixologiyası öz geyiminə çox təsir eləyir. Yəni mən hər gün oyananda, səhər oyananda, əgər həmin gün mənim keyfim, əhval-ruhiyyəm necədirsə, öncə başlayıramsa, bu əlbəttə ki, mənim geyimlərimə də sirayət eləyir. Çünki keyfim yoxdursa, əgər əsəbiyəmsə, əlbəttə ki, geyim seçməyə çox da vaxt ayırmıram, əlvan rənglər seçmirəm. Daha standart, daha düz, daha sadə şeylər seçirəm. Amma keyfim yerindədirsə, əhval-ruhiyyəm qaydasındadırsa, onda əlbəttə ki, daha rəngarəng şeyləri geyinməyə üstünlük verirəm. Fəsillə də əlaqəsi var, hava ilə də əlaqəsi var. Yaz fəslində hal-hazırda, indi yaşadığımız yaz dönəmində məncə daha əlvan, rəngarəng geyimlərə üstünlük verir. Bu mənim düşüncəmdir. Çox əla bir yanaşma idi və ən əsas bizim qəhrəmanımız bugün studiyamızdadır Leyli xanım Zalova. Leyli xanım, əslində özünüzün brendiniz var. Bəli, bəli. Çox istəyərdik ki, dinləyicilərimiz də biraz yaxından tanış olsunlar bu Leya Couture moda evi haqqında məlumat. 2012-ci ildən Leya Couture moda evi olaraq fəaliyyət göstərirəm və həmçinin buranın dizayneriyəm və təsisçisiyəm. 2019-cu ildə öz rəfiqəmlə birlikdə W Baku brendini yerli ilk istehsalatı olan bir marka qurmuşuq biz. Buna fast fashion deyilir bəzən fəlsəfədə. Və ilk bu markanı qurmaq və iki dizaynerin birləşib bir marka qurmağı təbii ki, Azərbaycan üçün bir ilk idi və yerli istehsalatı olan dizaynı özü eləyən, PR-ı özü eləyən, satışı özü eləyən bir marka həqiqətən çox uğurlu bir markadır bu bizim üçün. O daxildəki səs nə dedi bəs? Biz egolarımızı qırağa qoyub bir marka qurduq və bu markanı iki yerə böldük, üz qabığı və daxili. Daxili istehsalat, tekstil, dizayn, hər biri bu mənə aiddir, amma xaricdə olan hər bir şey Aynur Xəllovaya aiddir. Demək istəyirdim ki, sizə moda haqqında, siz moda ilə başladınız. Ümumiyyətlə, moda deyə bir fəlsəfə yoxdur. Moda hər saniyə dəyişir. Ona görə bizim Nərmin xanım dedi ki, biz hər an yuxudan oyananda hansı emosiyanla oyanırıqsa, biz elə geyinmək istəyirik. Bəli, bizim geyindiyimiz hər bir geyim bizim daxilimizi, uşaqlıqdan indiyə qədər gələn bütün şuur altımızda, şuur üstümüzdə olan bütün travmalarımızı, həyatımızı, yaşayış tərzimizi, bizim daxili aləmimizi göstərir. Bu bizim stilimizdir. Bəzən bunu moda deyirik, amma moda hər saniyə dəyişir, amma stil daim qalır. Bir də var, biz bəzən imaj yaradırıq özümüzə. Məsəl üçün, getdiyimiz hansısa bir tədbirdə görünmək istəyirik, necə görünmək istəyirik. Biz özümüz üçün bir imaj yaradırıq, bu artıq imajdır. Ona görə bəzən İmaj yəni image də? İmage, bəli. Mən türk dilində oxuduğum üçün bəzən türk sözlər istifadə edirəm. Demək istəyirəm ki, yəni insanlar hər zaman, əgər yuxudan oyandığınız zaman əhval-ruhiyyəniz yoxdursa, o zaman daha rəngli bir qardıroba müraciət edin. Daha basic olmaqdan çıxın. Çünki beyin serotonin
ifraz eləməlidir ki, biz heç olmasa o rənglərə baxıb özümüzü biraz daha xoşbəxt hiss eləyək. Məsəl üçün, bu pandemiya dövründən sonra, bilmirəm, diqqət eləmisiniz ya yox, çox belə dopamin rənglər çıxdı. Rozovu, neon, çəhrayı rənglər, yaşıl, sarı. Bunlar niyə çıxdı? Çünki insanların çox modu aşağı idi və insanlara dopamin yükləmək üçün onlara belə bir rəngləri istifadə edədilər ki, insanların artıq dünya görüşü biraz başqa cür olsun, insanlar o stressdən, o daxili gərginlikdən çıxsınlar. Ona görə siz də özünüzdə bunu eləməyiniz, özünüzə hər gün serotonin, dopamin yükləməyiniz daha yaxşıdır. Yəni qarderobu açan kimi yəqin ki, üstünlük verə daha çox rəngli geyimlərə ki, bu da bizim daxili dünyamıza belə deyək bir növ təsir göstərmiş olsun. Aha, deməli belə yaratdınız öz şəxsi brendinizi. Maraqlı da adı var. Leya. Bəli. Leya Couture. Leya ideya hardan gəldi bu? Leya mənim öz adıma uyğun bir brend düşündüm. Bəli, Leyli adım olduğu üçün. Amma 2016-cı ildə qızım dünyaya gəldi və mən öz moda evimin adını qızıma qoydum. Nə gözəl. Biraz fərqli bir yanaşmadır, amma belə oldu. Əksər demək olar ki, dizaynerlərin belə deyək də öz moda evini öz övladları ilə əlaqələndirməsi normal bir hal alıb və maraqlıdır. Bax, sizin üçün moda özünü ifadə vasitəsidir, yoxsa hardasa siz də digərləri kimi trendə bir uyğunlaşmaq istəyirsiniz? Ümumiyyətlə trend geyinmək. Mən hər zaman mən həm də stil danışmanı olaraq işləyirəm. Mən öz işlədiyim şəxslərə bildirirəm ki, heç bir zaman trenddə olan bir məhsul almayın. Hər zaman basic, özünüzə nə yaraşır, özünüzə hansı rəng yaraşır. Bəzən xanımlar girir mağazaya, bütün mağazanı bütün dairəvi şəkildə gəzir, baxır. Amma bu elə olmalı deyil. Siz bilməlisiniz sizə hansı rəng yaraşır, hansı model yaraşır, bədəninizi tanımalısınız. Əgər bədəninizi tanıya bilmirsinizsə, siz geyinə bilmərsiniz. Və trenddə olan bir məhsul, çox məşhur bir marka var, məsəl üçün Balenciaga. Bu məhsul ən çox qaldığı, yəni müddət, trenddə olduğu müddət bunun 1 ildir, ən çox. Ona görə trenddə olan məhsulu heç vaxt almaq lazım deyil. Bu bir müddət qalxır dalğavari və ondan sonra trend bitir. Və heç bir zaman trend istifadə etməyin. İndi biz gələcəyi təbii ki, necə insanları hazırlaşdırmaq lazımdır. Çünki söylədiyiniz kimi var elə insanlar ki, bədəndən belə deyək də tam tanış deyil. Nə ona yaraşdığını bilmir, hansı rəngi. Bu bilirsiniz nə üçün belədir? Çünki biz uşaqlıqdan bizim atamızın, anamızın, qardaşımızın istəyinə uyğun bizdə bir geyim zövqü formalaşır. Və biz o digər istəklərə görə biz geyinirik uşaq vaxtı. Atam qoymaz, qardaşım qoymaz, bu fikirlərlə böyüyürük və biz artıq müstəqil olduğumuz zaman biz görürük ki, bizim öz zövqümüz yoxdur və biz zövqsüzləşirik. Çünki biz 3-4 nəfərin zövqü ilə böyüyürük. Onların fikirləri ilə. Bəli, fikirləri ilə böyüyürük. Ona görə bizim bəzi qadınlarda, hətta mən bəzi görürəm ki, böyük insanlarda anaları ilə alış-veriş eləyirlər. Niyə? Çünki onların daxili o alış-veriş etmə özgüvəni yoxdur. Yenə də hər zaman titrəşimdədirlər ki, bəlkə birdən qıraqdan kimsə baxar deyər, düz geyinmədin və yaxud da yaxşı geyinmədin. Ona görə öz zövqümüzün, uşaqlıqdan uşaqlarımıza öz zövqümüzün formalaşmağını onlara göstərməliyik ki, özün necə istəyir, səhv də olsa özün geyin, amma öz zövqün formalaşsın, öz bədənini tanı. Nərmin xanım, siz də əlavə eləyə bilərsiniz. Əslində doğrudan da elə bir ki, sanki geyimlərə baxanda dilləri olsa danışarlar. Çünki bu moda aləmində də var. İndi birazdan siz də buna toxunacaqsınız. Siz qeyd etdiniz. Məsələn, elə geyim var ki, deyir ki, özgüvəndən xəbər verir. Elə geyim var ki, kompleksli olmasını bildirir. Elə geyim var ki, nə bilim, daha xarakterinin ciddi olduğunu. Yəni, həqiqətən də geyimlər danışırlar. Sizdə necədir Nərmin xanım? Mən belə deyək, biz təhsil sektorunda fəaliyyət göstərdiyimizə görə biraz belə deyək də, məsəl üçün mənim geyimlərim daha çox daha ciddi, daha klassik stildə, yəni iş həyatında daha ciddi və daha klassik üslubu seçirəm, amma gündəlik həyatda özüm üçün əlbəttə ki, özümü rahat hiss edə biləcəyim daha sport geyimləri tərcih edirəm. Çünki geyimlər də mesaj ötürür. Bəli.
psixoloji siqnal ötürür. Ya mən belə düşünürəm ki, əgər mən hər hansısa bir iş görüşməsinə gedirəmsə, bu zaman mən əgər sport geyimdə gedəcəmsə, bu artıq qarşı tərəfə o Bəli. mesaj ötürür ki, mən yəni bu görüşməni sizi ciddiyə almıram, ciddi yanaşmıram. Bunu düşünərəkdən daha çox iş həyatında görüşmələrdə daha klassik stilə üstünlük verirəm, amma gündəlik həyatda dediyim kimi daha rahat geyinməyə üstünlük verirəm. Yəni iç dünyanız, daxili dünyanız rahat Qarşı o tərəfə, geyinməyi tələb qarşı edir. tərəfə, çünki düşünürəm ki, yəni sizin qeyd etdiyiniz kimi, yəni geyim qarşı tərəfə bir mesaj ötürür. Çox doğru. Aha. Bir də rənglərlə bağlı biz ayrıca danışacağıq. Rənglər dünyası ilə bağlı. Əsas da işiniz bundan ibarətdir. Leyli xanım, çox rəngarəng geyinən insanlara da biraz bizim millət belə qəribə baxır. Yəni rəngarəng sırğalar olsun və yaxud da ki geyimin özü, ayaqqabılar, yəni yaşıl, qırmızı, yəni hamısını qarışdırıb rənglər. Bəzən elə insanlar görürsən, bu da bir mənalı qarşılanmır axı. Çox rəngli, kontrastlı geyinmək. Aha. Bu Nədən xəbər verir? Bax siz psixologiyanı. Bu özgüvənsizlikdir. Çox rəngli və kontrast rəngləri bir-birinə birləşdirib çox aksesuarlar istifadə etmək bu özgüvənsizlikdir. Amma rəngləri bəzi qadınlarımız var ki, deyir ki, mənə sarı rəng yaraşmır. Amma sarı rəngin o qədər gözəl tonları var ki, hətta bu il çox dəbdədir, limon sarısı. Bu il çox geyinilir və hara baxsaq o rəng var. Amma qadınlarımız bilmir ki, o rəngin ana rəng sarıdırsa, onun içinə işıltı qatmaq, onu soyuqluq vermək, onu daha nude eləmək olar və o rəng sarı olduğundan çıxır. İsti tonları var, sarının soyuq tonları var, parıltılı var, parıltısız var. Yəni biz deyə bilmərik ki, sarı rəng yaraşmır bizə. Biz özümüzə yaraşan rəngləri biz bunun dərsini keçmişik, eğitimini almışıq. Əsas məqama gəlirik. Əsas məqamı. Hər qadının öz bədən proporsiyası var. Hər qadının öz bədən xətləri, onun rəngi, onun gözünün altına düşən işıq, kölgə, hansı rəng onu geyindiyi zaman o isti qadındırmı, soyuq qadındırmı, dərisi isti dərilidirmi, saç rəngi istidirmi, soyuqdurmu? Biz buna baxırıq və bu qadın artıq bilir ki, onun qarderobuna hansı rənglər əlavə eləyə bilər, hansı rənglər daim istifadə edə bilər. Məsəl üçün, qırmızı rəng. Qırmızı rəng çox adam deyir ki, mən geyinə bilmərəm. Amma qırmızı rəngin o qədər gözəl tonları var ki, əsas odur ki, qadınlar 4 tipə bölünür. Bu, anadan olma vaxtı zamanı deyil də. Bu, qadınların bölünməsi onların bədən quruluşu, onların rəng tonu buna görə uyğunlaşır. Və biz qadınlara baxdığımız zaman bilirik ki, bu hansı tip qadın növüdür. Məsəl üçün, mən sizə baxanda görürəm ki, siz yaz-yay qadınısınız. Çünki dəriniz sizin qızılı dərilidir, saçınızda o qızıllıq var və sizə daha belə rənglərin daha isti və parlaq rəngləri sizə daha çox tövsiyə edərdim. Sevdiyim rəngləri soruşsaydınız, deyərdim də daha çox sevdiyim rəng qəhvəyi rəngdir. Qəhvəyi idi. Bəli. Amma qəhvəyinin də isti tonu, sizə soyuq tonu yox. Bunun təlimlərinə keçirsiniz. Belə bir akademiyanız, yəqin ki, moda akademiyanız var. Moda akademiyam yoxdur. Hazırda digər akademiyalarla əməkdaşlıq edirəm. Bunlardan da biri Simurq Akademiyasıdır. Amma düşünürəm, ümumiyyətlə peşə təhsili ilə bağlı təlimlər də verirəm. Dövlət xətti ilə. Dərzlər hazırlayıram, amma hələ ki akademiya düşünmürəm. Yəni öz geyimlərinizi daha çox belə deyək də təqdim edirsiniz, düzdürmü? Düz anladım da, siz öz brendinizi yaradırsınız. Bu da mən istədiyim çox da asan bir məsələ deyil. Yəni onu qəbul etmək, insanlarda buna qarşı bir maraq oyatmaq. Buna qayıdacağam təbii ki. Dinləyicilərimizə də buradan söyləyirəm ki, əgər yeni başlayan bu dərziliyə deyək, moda dünyasına, dizayn dünyasına yeni başlayan gənclərimiz varsa, diqqətiniz bizdə olsun. Çünki bu şəraiti sizə sağlam təhsil olaraq biz yaradırıq və proqram yaradır. Leyli xanımla görüşə bilərsiniz. Bu təlimlərdən siz də yararlana bilərsiniz. Kim bilir, bəlkə də gələcəyin elə
moda brendi olaraq da, yaradıcısı olaraq da siz ola bilərsiniz, kim bilir. Ona görə də nədən başlamaq lazımdır? Bunun üçün Leyli xanım birazdan bu barədə danışacaq. Biz söhbətimizi davam etdirəcəyik. Sağlam təhsildəsiz, moda dünyasına səyahət edirik bugün və qulağınız bizdə olsun. Bu arada Bakı Biznes Universitetində World Career və Peşə Mərkəzinin təşkilatçılığı ilə 4-cü dəfə Təhsildəsən adlı təhsil forumu keçiriləcək. Adı çəkilən forum təhsildə kreativsən devizi ilə bu dəfə təşkil olunacaq. May ayının 3-də saat 09:30-da hər kəsi dəvət edirik. 14 spikerin təqdimatında təhsilin müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. Məqsəd nədir soruşa bilərsiniz. Təhsildəsən 4 forumunun əsas məqsədi təhsildə uğur qazanmış və təcrübəyə malik olan təhsil işçilərinin spikerliyi ilə forumda iştirak edən müəllim, pedaqoq, təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzuları ətrafında müzakirə təşkil etməkdir və mövzulara xaricdə təhsil aiddir. Emosional zəka olsun, qeyri-formal təhsil olsun, xüsusi uşaqlarla iş olsun, disleksiya olsun və digər mövzular olsun. Hətta burada imtahan stresi belə müzakirə oluna bilər. Ona görə də diqqətiniz hər gün bizdə olsun ki, artıq vaxt da çox az qalıb. May ayının 3-də inşallah ki, həftənin sonunda şənbə günündə qeyd olunacaq bu tədbir, forum və hər kəsi də dəvət edirik. Sual verə bilərsiniz ki, yaxşı, hər kəs dəvətli deyirsiniz, amma necədir? Bu ödənişsizdir, ödənişlidir. Təbii ki, bilet əldə etmək lazım gələcək sizə. Biletləri əldə etmək üçün 055 674 72 30 WhatsApp nömrəsinə yazın, qeyd edin və sizə ətraflı məlumat veriləcək. Ən yaxşı üsul budur. Yazın WhatsApp-a və detallı şəkildə sizə bu haqqda məlumat veriləcək. Nərmin xanım, işləriniz maşallah gedir. Hazırlıqlar tamamlanır. Bildiyim qədərindən bir həftə belə vaxtınız qalıb da, çox belə uzağı götürsək, bir həftədən çox az bir müddət. Bəli, mayın 3-də sizin də qeyd etdiyiniz kimi, yəni gələn həftənin 6-cı günü saat 9:30-da artıq təhsildəsən tədbirimiz baş tutacaq Bakı Biznes Universitetində. Nərmin xanım, yerlər hələ ki var da, hə? Bilet satışı hal-hazırda davam edir. Əlbəttə ki, artıq çox az sayda qalıb, arxa sıralarda artıq yerlər qalıb. Ona görə kim ki, yəni belə deyək də, təhsildəsən artıq ad etibarilə 4-cü, amma mahiyyət etibarilə bu bizim 7-ci təşkil etdiyimiz bu formatda bir tədbirdir. Ona görə mən belə deyə bilərəm ki, təhsildəsən artıq özü bir brend halına gəlib və özünün bir izləyici kütləsi var. Biletlər satışa çıxan kimi, elan verilən kimi artıq insanların müraciəti başlayıb. Ona görə də yəni bilet satışı, biz həmişə yəni bilet satışına belə deyək də son günə qədər düzdür davam edir, amma yəni narahat deyilik də bilet satışından, çünki bilirik ki, artıq özünün bir kütləsi var. Həm də yadınızda saxlayın, axıra yaxın elə bir ki, sanki insanlarda bir təlaş yaranır. Bu həmişə belə olur. Yəni bu məndə də məsəl üçün belə bir xarakter var. Mən universitetdə oxuyarkən belə əgər imtahana hazırlaşacağamsa son gecəyə saxlayacağam. Bir şey oxuyacağamsa, bir şey alacağamsa onu həmişə son ana saxlayıram. Bunu da biz bilirik. Ona görə yəni son anda müraciətlər həddindən artıq çox olur. Hətta tədbir günü belə bilet üçün bizə yazanlar, gəlib orada qapıda bilet soruşanlar belə olur, amma belə eləməmək lazımdır. Çünki yəni qısıtlı sayda, yəni sınırlı sayda bir insan qəbul eləyərik. Çünki onsuz da həyəcanlı, hər forum onsuz da həyəcan yaradır. Bu da təbii ki, məsuliyyətdən irəli gəlir və o anda da hələ kənardan mən də istəyirəm, mən də qat, mənim üçün də yer elə. O an həmin insana həyəcana ötürmək lazım deyil də. Çünki onsuz da o həyəcanlıdır və o an təbii ki, beyinlər qarışır, sizə kömək etməyə bilər, çətinlik yarana bilər və o vəziyyətə düşməyəsiniz deyə əvvəlcədən tədbirinizi görün, biletləri əldə edin. Biz də birazdan nömrələri bir daha səsləndirərik. Bu arada keçid almaq istəyirəm Leyli xanımla söhbətimizə. Leyli xanım, sizin də nümayişləriniz olur da, düzdür? Bəli. Biraz mikrofona yaxın əyləşin. Aha, maraqlıdır. İlk nəyi nümayiş etmiş? Yəni yadınızdadır nəyi nümayiş etdirmişdiniz? Moda həftəsində ilk dəfə Baku Fashion Week 2013-cü ildə və çox həyəcanlı idim və bilmədən bir kolleksiya yaratmışdım və hazırda o kolleksiyaya baxa bilmirəm, heç şəkillərlə baxa bilmirəm. Deyirəm necə olub bunu yaratmışam, amma ilk başlanğıc hamı üçün belə olur. Təbii ki, gənclərimiz də qorxmalı deyil. Biz Dəblini quranda pandemiya şəraitində qurmuşduq və ondan sonra bizim Qarabağ müharibəsi oldu və biz elə bir dönəmdə qurmuşduq ki, bu markanı. Hamı deyirdi ki, mümkün deyil bu alınsın. Amma o qədər həvəslə, o qədər istəklə qurduq ki, biz bu markanı. Bu marka bizdə həqiqətən uğurlu oldu. Eləcə də bir şey
dərindən istədiyin zaman, bir işə canlı qoyduğun zaman bu həqiqətən də alınır və bunu cavanlarımıza tövsiyə edirəm ki, yetər ki istəyin, alınacaq. Yaxşı, bu təlimlərə necə qatılmaq olar? Dinləyicilərimiz sizə qulaq asır. Bizim dövlət xəttimiz var. Accelerated Akademiya ilə bir yerdə. Biz Xankəndidə açılan yeni fabrika var, tekstil fabrikası. Bəli. Biz ora dövlət xətti ilə 134 burada cavanlar çox az idi. Hansı ki işsizlərə işlə təmin etmək üçün onlara peşə təhsili verdik. 134 tələbə var idi və onların hər biri hazırda Xankəndidə işləyirlər. Onlar dərzilik, bəziləri dizaynerlik, bəziləri hansı ki orada çox xırda işlərlə məşğuldur, toxuculuq və çox həvəslidirlər. Eləsi var, onların 60 yaşı var, amma o qədər gözəl belə istəklə öyrənirdilər. Mən gənclərimizə baxıram, gənclərimiz o qədər istəkli deyillər. Və hazırda onlar çox yaxşı şəraitdə Xankəndidə yaşayırlar, işləyirlər, işlə təmin olunublar. Nə gözəl. Və onlar mənim həyatımın həqiqətən bir parçasıdır. Əla. Amma indi sizdən məsələn hal-hazırda yəni dinləyicilərimizdən qulaq asıb gələnlər də, müraciət edənlər də olacaq deyə. Bəlkə bir nömrə deyəsiniz, hara müraciət etsinlər, hansı sayta daxil olsunlar? Belə bir sosial mediada varsınız, aktivsiz bildiyim qədərilə. Bəli, aktivəm. Instagram səhifələrimə yaza bilərlər və ya Lea Kuçurun və yaxud da öz şəxsi səhifəm var, ora yaza bilərlər. Özüm hər birini nəzarətdə saxlayıram və cavablandırıram. Aha, əla. İndi istəyirəm ki, bir neçə sualla da müraciət edeyim. Məsələn, olubmu ki, kommersiya baxımından riskli bir dizayn, yəni sizə təklif gəlib? Bunun öhdəsindən gəlmisinizmi? Riskli. Həm də deyim ki, bəli, bahalı da, bayağı belə. Belə deyim sizə, Azərbaycanda yerli istehsalat çox çətin bir prosedurdur. Və belə bir proses yaşamışam və bunu çox yeni yaşamışam. Hansı ki istehsalatı öz istehsal elətdirdiyimiz yeri bağlayıb, biz digər istehsal yerləri ilə əlaqə qurub orada istehsal elətdirmək istirdik. Və bu bizi çox böyük bir riskə atdı. Çünki Azərbaycanda istehsalat çox çətin bir prosedurdur və istehsalatı bilən, bunun öhdəsindən gələn və Dəbli kimi bir markanın çox tərz, çox belə adi modellər deyil orada. Onları bizə üretim eləyən, biz hələ də yerli üretimci, istehsalçı tapa bilmirik. Və hər modeldən bizim 100 ədəd çıxartmağımız, bu bizi böyük bir kommersiya səhvinə gətirib çıxartdı və biz 3 ayda bunu çox əziyyətini çəkdik, 2 ortaq olaraq. Öhdəsindən gəlmə yavaş-yavaş. Demək ki, çətinliklər də olur. Təbii ki, hər işin öz çətinliyi var. Aha. Ümumiyyətlə belə götürəndə bəs hansı çətinliklər var bu sahədə? Birinci çətinlik odur ki, istehsalat sizə dediyim kimi. Azərbaycan yerli bazarı çox balacadır və Azərbaycanda yerli bazarın ürətimi də istehsalatda çox çətindir. Və istehsalçılar çox böyük istehsal eləmək istəyirlər. Amma bu kiçik markaları, kiçik yerli brendləri onları nəzərə almırlar. Mən istəyərdim ki, bilmirəm, bunu hər dəfə, hər verilişlərdə müraciət edirəm. Tekstil bazarında yerli xırda markalara, yerli xırda brendlərə dəstək olmaqlarını istəyərdim. Dinləyicilərimizdən suallar gəlib, sizə xəbəriniz var. 055 93 490 93-ə yazıb göndərilir. Leyli xanım üçün ən qəribə hansı bir ideya olub? Ən qəribə ideyanız nə olub? Yadınıza gəlir? Verdiyim hansısa bir modellə bağlı yəqin ki. Çox güman, bəli. Ümumiyyətlə çox qəribə bir şeydir. Məndə tasarımcılar, dizaynerlər iki cür olur. Bir, rəssam tasarımcılar olur, dizaynerlər. Bir də olur hansı ki dizayn ideyası yazılır. Dizayn ideyası, bəli. Bir olur rəssam, onlar eskiz üzərində onu çəkirlər və hardansa onlar ilham alırlar. Bir də var parçadan, hansısa bir aksesuardan, hansısa bir detaldan, bir şəkildən onlar ilhamlanırlar. Mən o dizaynerlərdənəm. Mən parça görürəm, onu hiss eləyirəm və mən onu elə olur saatlarla, günlərlə düşünürəm
Və bu mənim çox qəribə də bir şeydir ki, mən bunu artıq yuxumda belə görürəm. Mən elə o sualı verəcəydim. Bəli. Sizə də ideyalar yuxuda gəlir. Yuxuda gəlir və mən sabahları onu gedib bir geyimin üzərinə ötürməyi bilirəm. Yəni məndə belə olur. Amma rəssam, dizaynerlər də ola bilər ki, onlar elə eləyə bilərlər. Leyli xanım, hər bir moda yaradıcısının özünün belə deyək də elə bir unikal bir arzusu olur ki, hansısa bir məşhur model onun geyimini geyinsin. Bu haqda düşünmüsünüzmü? Ümumiyyətlə kim gəlib gözünüzün önünə həmişə ki, bir gün olacaq, məsələn, bu model mənim geyimimi geyinəcək. Təbii ki, bu ilk başlayanda, mən ilk başlayanda 2013-cü ildə Aygün Kazımova ilə çalışmışam. Və mən o zaman işi çox az bilirdim. Yəni model deyəndə məşhurlardan bəli. Və Aygün xanımı mən bunu hər dəfə deyirəm. Mənim elədiyim iş çox balaca bir iş idi. Amma Aygün xanım bunu o qədər gözəl təqdim elədi bir konsertlərinin birində. Maraqlıdır, hansı geyim olub o? Biraz balaca yadınıza salsanız. Bəli, 2013-cü ildə onun konserti oldu. Crystal Hall'da. Crystal Hall deyildi. Yox, Crystal Hall'da 2019 idi. Əl oyunları sarayı idi, səhv eləmirəm. Hardasa böyük bir konsert olmuşdu. Və mən yaxşı etməmişdim bu geyimi həqiqətən. Və məni çağırdı, balaca bir maşınkam var idi. Onunla getdim evinə. Orada hər şeyi birləşdirdi. Leyli, narahat olma, bunları birləşdirək. Buradan, onda da bir parçadan, bir aksesuardan bəlkə 10 dənə var. Bunları biz bir-birinə birləşdirib nəticədə bir şey çıxartdıq. Amma bu yenə də mənə xoş deyildi, amma çıxartdıq. Dəyişik, biraz dəyişdik. Dəyişdik, bəli. Aygün xanım bunu o qədər gözəl təqdim elədi ki, və mən hər dəfə deyirəm, mənim uğurumda ilk motivasiyam Aygün xanım olub. Yəni stres yaşama, öz-özünü sakitləşdirir sizi. Aygün xanım kimi Azərbaycanda öz bədənini tanıyan ikinci bir, yəni məşhur tanımıram. Çox gözəl öz bədənini tanıyır. Ondan sonra Azərbaycanda bütün məşhurlarla çalışmışam. Hamısını sevirəm. Amma dünya ulduzları ilə çalışmaq təbii ki, məni daha böyük həyəcanlandırır. Bəziləri ilə çalışmışam, amma istəyərdim Rihanna ilə çalışmaq, çünki çox belə qeyri-adi bir tərzi var. Niyə də olmasın? Bəli, inşallah ki, o arzunuza çatarsınız. Çox yaxşı məqama toxundunuz. Demək ki, hər geyim başqa-başqa bədəndə başqa cür görünür. Bəli, təbii ki. Hər geyim. Ümumiyyətlə, bizim qadınlarda belə bir şey var. Bunu biz moda evində yaşayırıq. İndividual geyim seçərkən deyirlər ki, mənim hansısa bir proporsiyamı bağlayaq. Modada haransa istənilən bədənin bir nahiyəsini bağlamaq belə bir fəlsəfi fikir yoxdur. Biz bədənimizin hansısa bir hissəsini bağlamaq bizim şüuraltımızdan gələn özgüvənsizlikdir. Avropada yəqin ki, görürsünüz, hamı çox komfortlu, rahat geyinir. Heç kim hansısa bir nahiyəsini bağlayıb, o hissəsi onu narahat edirsə, onu bağlamaq istəmir. Bizim bağladığımız tərəflər bizim qorxularımızdır. Ona görə rahat olun. 2026-cı ildə mən həm də trend takibi üzrə öz müəlliməmlə, Türkiyədəki müəlliməmlə bir yerdə analiz edirəm. 2026-cı ilin dəbi, hətta 2025-də belə var bu, artıq rahat geyimlərdir. Sənin üçün nə rahatdırsa, onu geyinməlisən. Harda özünü komfortlu hiss edirsənsə, elə geyinmək. Bunu hətta sofistik lüks, yəni lüks sofistika belə bunu qəbul edib. Görürsünüz, bu markalar var, hansı ki, daha yuxarı kalite markalar. Onlar daha çox rahatlığa üstünlük verirlər. Loro Piano'dur, Brunello Cucinelli'dir. Bunlar üstün bir rahatlıq, sofistik bir lüksdür bunlar. Onlarda hər şey rahatdır. Ona görə 2026-cı ildə artıq kimə nə rahatdırsa onu geyinəcək. Amma müəyyən bir çərçivələr təbii ki, qoruyub saxlamaq şərtdir. Çünki buradan elan edirik rahatdır. Bəziləri başqa cür başa düşür. Rahatlıq o demək deyil, açıq olsun və yaxud da hansısa vulqar olsun. 2025-26-da ümumiyyətlə açıqlıq. Son dövrlərdə görürsünüz, açıq geyimlər dəbdə deyil. Bu demək deyil ki, açıq geyinmək yaxşı bir şey deyil. Amma açıq geyimlərin dövrü artıq bitib. Leyli xanım, yaxşı məqama toxundunuz. Bir də 2025-də sarı rənglə yanaşı olaraq, paralel olaraq bir də hansı rənglər moda olacaq? 2025-də dəbdə olan rənglər yaşıl, fıstıq rəngi yaşıldır, sarıdır. Qırmızının çox açıq tonları, çəhrayı tonlarıdır. Sonra qəhvəyə kapuçino tonları dediyimiz, onun bütün isti, soyuq tonları dəbdədir.
Aksesuarlar çox dəbdədir. Şalvarların üzərinə böyük aksesuarlar, ətəyinə bizim boyunbağı dediyimiz hansı ki ayağımıza, qolumuza bağladığımız boyunbağları biz cinslərin üzərinə bağlaya bilərik. Şalvarların üzərinə, sumkaların üzərində böyük aksesuarlar çox dəbdədir. Tikmələr, səhv etmirəmsə, şalvarların üzərində tikmələr, bəli, hansısa bir üzərində bir detallar çox. Əsas bu il aksesuarlar çox dəbdədir. Nərmin xanıma baxırıq hər ikimiz və Nərmin xanıma hansı rənglər daha uyğun olar, onu da söyləyək. Nərmin xanımı payız qadındır. Nərmin xanıma bütün rənglərin soyuq, işıltılı, işıltısı az olan rəngləri onun üçün əsas ana rəngdir. Ümumiyyətlə payız qadınları həmişə çox belə cəlbedici qadınlar olurlar. Nərmin xanım da onu mən hiss edirəm. Əqrəb qadın olmağından dolayı. Ola bilər. Əslində payız fəslinin belə deyək də çox düzgün belə vurğuladınız. Bəli. Mən qış idim, sadəcə yaz rəngləri mənə uyğundur, amma Nərmin xanım da üst-üstə düşdü. Bəli. Nərmin xanım. Mən öz bürcümün xarakteristikasını bütün tamamilə əks etdirən birisiyəm. Yəni tam bir əqrəb qadınıyam. Haqqını verirsiniz bürcünə. Haqqını verirəm, bəli, bürcümün haqqını verirəm. Bürclərində öz geyim tərzləri var, amma siz bədən proporsiyalarına görə payız qadınısınız. Həmişə özünüzə bütün rənglərin soyuq rəngindən istifadə edə bilərsiniz. Düzdür, yəni elə mənim də tərcihim, yəni mənim tərcihim, mənim seçimim həmişə soyuq rənglər olur. Soyuq tonları daha çox xoşlayıram. İnsan siz çünki tanıyırsınız artıq özünüzü, bədəninizi tanıyırsınız və sizə nəyin uyğun olduğunu artıq bilirsiniz. Amma o insanlar bəzi ki biz buna gəlirik ki, məsələn necə öyrədirsiniz bunu? Həmin insanlar sizə müraciət edə bilərlər də. Məsələn, heç bir məlumatı yoxdur bu haqqda. Dəbdən kənarı. Sizin geyim psixologiyası adlı təliminiz də var. Elə biz sizlə orada da tanış olmuşduq. Simruk Akademiyada. Orada daha çox nələri vurğuluyorsunuz? Yəni nələr üzərinə geyim psixologiyası deyəndə nələrdən danışırsınız bu təlimlərdə? Geyimin bizə ötürdüyü, ətrafımıza ötürdüyü siqnallar. Məsəl üçün, image dediyimiz bir şey var. Biz hansısa bir tədbirə gedirik. Sizin dediyiniz bayaqki fikir, kostyum geyinirik, klassika geyinirik və biz orada özümüzü çox ciddi bir qadın, xanım kimi göstərmək istəyirik. Amma biz burada özümüzə image yaradırıq. Getdiyim yerdə necə görünməliyəm, çox ciddi görsənməliyəm. Mən bu önümdə olan bu müqaviləni əldə eləməliyəm. Ona görə klassik geyinirsiniz. Amma bizim həmin bu tədbirdə hansısa bir, bu image tək o deyil ki, bizim geyimimiz, hansısa bir hərəkətimiz, hansısa bir daxili aləmdən gələn bir ötürdüyümüz bir siqnal, bunlar hamısı imagedir. Və biz orada ən azından, ən xırda bir şey deyim sizə, bir topuqlu ayaqqabı geyinə bilərik və bu topuqlu ayaqqabının üzərində biz hərəkət eləməyə bilərik. Və biz o anda, o imicimiz bizim düşür sıfıra, sıfır şkalaya və bizim imicimiz həmən dəqiqə sıfırlanır. Və biz önümüzdə olan insana psixoloji ötürürük ki, yəni bu mənim imicim idi, bir saatlıq, mən bunu bacarmadım. Qısa yufqa geyinib işdirənlər var. Mən bunu bacarmadım. Yəni bu belə bir psixoloji siqnal ötürə bilirik. Və çalışın ki, image belə yaradanda hansısa bir yerdə özünüzü göstərmək istəyirsinizsə, hansısa bir siqnal ötürmək istəyirsiniz. Orada belə yenə də özünüzü, öz daxilinizi göstərmək, öz stiliniz üzərinizdən getmək lazımdır. Bəzi xanımlar olur ki, bu bildiyimiz bizim Red Carpet olur, Cannes festivalı olur. Ora görürsünüz necə geyinirlər. Onlar özlərinə image yaradırlar. Amma biri yıxılır, hansısa biri nəsə olur orada. Onlar çünki özləri deyirlər. Ona hansısa bir stilist özünə uyğun geyindirir və o özünü orada idarə eləyə bilmir. Şəkil çəkdirəndə belə o özgüvənsiz şəkildə çəkdirir, bu biruzə verir. Demək istədiyim budur ki, yəni öz daxilimiz nəyi istəyirsə, bəli, elə hərəkət yəni eləməlidir. Siz birinə bir geyim hazırlayarkən o zaman onun daxili dünyasını da kəşf eləmək sizin üçün önəmlidir. Təbii ki, mən də. baxan kimi bilirəm ki, mənə gələn hansısa bir insan, o sizi necə görürəm? Mən görürəm ki, mən sizə açıb isti rənglər göstərərəm, mən sizə isti rənglər tikərəm, mən sizə daha feminen bir geyim göstərə bilərəm, daha romantik tərz. Siz bunların heç birini daşıya bilmərsiniz. Çünki siz payız qadınısınız. Siz daha xətləri daha sərt, daha klassik tərz geyinən, biraz maskulinə yaxın bir xanımsınız. Daha parizyan stil daşıya bilərsiniz. Bizim 36 stilimiz var. Biz deyirik bəzən klassika, romantika, amma
siz daha cizgiləri sərt olan bir şey daşıya bilərsiniz. Mən sizə güllü şifon geyindirib çıxarda bilmərəm heç yana. Geyinərsiniz, yox geyinmərsiniz. Yəni bu detalların hamısını bilirəm deyinə, artıq önümdə olan adamın Demək ki, həm də psixoloq olmalıdır. Bəli, o çox önəmli bir şeydir. Yəni bunu öyrənmədən başqa birini özünü geyindirmək bəlkə də asan bir şeydir, amma önündəki olan insanı geyindirmək çox çətin bir şeydir. Onu bilməlisən ki, bu elmi, ondan sonra onu geyindirməyi biləsən. Bir yaxşı sual gəlib dinləyicimiz tərəfindən ki, sizcə belə deyək, geyimin bahalı olması, onun zövqlü olması deməkdir. Çox sağ olun, təşəkkür edirik bu suala görə. Xeyr, geyimin bahalı olması onun yəni gözəl görünməyi deyil. Hətta üzərində loqoların olmağı o heç gözəl bir şey deyil. Əksinə baxırsan ki, bəzi insanlar xüsusi vurğulamaq istəyirlər bunu. Xüsusi vurğulamaq istəyir. Bu da çox böyük özgüvənsizlikdir. Daxili özgüvənsizlikdir. Geyimin bahalı olmağı önəmli deyil. O geyimə bahalı qiymətlər verməkdənsə, ondansa vücudunuzu daha normal, daha yəni necə deyim, daha sağlam saxlayıb sizə yaraşan hər bir şeyi özünüzdə daşıya bilərsiniz. Geyimin bahalı olmağı Bir də Leyli xanım, təkcə geyim deyil də moda dəb, düzdür? Əlbəttə. Bura aksesuarlar da daxildir, çantalar hətta belə. Uyğunluq. Yəni çünki bunlar hamısı bir-birini tamamlayan şeylərdir deyə ona görə xüsusi olaraq bunun dərsini keçmək məncə də lazım gəlir, təlimini keçmək lazım gəlir. Bəli, lazım. Hər bir insan bilsə, məsələn, uyğunluq baxımından olsun, çanta necə uyğun olmalıdır. Bəzən deyirlər ki, çanta ayaqqabı ilə daha çox uyğunluq təşkil etməlidir. Artıq elə bir şey yoxdur. O artıq trend yoxdur. Olmalıdır. Elə bir trend yoxdur. Artıq elə bir şey yoxdur ki, bir rəng geyinməliyəm və yaxud da sumkamla ayaqqabım eyni rəngdə olsun, paltarım başqa rəngdə olsun və yaxud da qızılı paltar geyinirəm, üstündəki aksesuarlar gümüş rəngdə olsun. Uyğun gəl, bəli. O dəb artıq bitib, onun dövrü bitib. Gözünlə sənə nə gözəl görsənirsə, dəb odur. Nə yaraşırsa sənə, dəb odur. Bir də hər dizaynın da öz imzası olur da, düzdür? Təbii ki. Və sizin imzanız var? Mənim öz geyimlərimdə imzam elədiyim kolleksiyalarda var. Mən daha çox feminenlə maskulen stili qarışdırıb bir-birinə bir kolleksiya eləyirəm. Bohem tərzi çox sevirəm. Bohem tərz özümdə və kolleksiyalarımda çox istifadə eləyirəm. Amma ki, bir də mən parçalarda detallarla oynamağı sevirəm. Mənim tərzim əsas budur. Hansısa bir parçanı birləşdirib 3-4 parçanı mən orada onları qarışdırıb ondan bir parça yaradıb ondan sonra kolleksiya çıxardıram. Maraqlıdır. Söhbətimizi birazdan davam etdirəcəyik. Bir daha xatırladıram ki, bugün Leya Couture moda evinin yaradıcısı və dizayneri Leyli xanım Zalova ilə söhbətimizi davam etdiririk. Əgər siz də Leyli xanımın təlimlərindən yararlanmaq istəyirsinizsə, səhifə var sosial mediada. Leyli xanım, əgər bir də təkrar eləsəz yaxşı olar. Necə gedir? Leya Couture. Bəli, Leya Couture və yaxud da öz şəxsi səhifəm Leyas _ Leya. Aha, bax belə bu səhifəyə daxil olub istənilən məlumatı əldə edə bilərsiniz. Əsasən mərkəz dil öyrənmək baxımından daha çox sevilir. Hal-hazırda Azərbaycanda demək olar ki, rus, ingilis, alman, Çin, Koreya hətta dillərini öyrənmək üçün insanlar World Career və Peşə Mərkəzinə müraciət edirlər və nömrə deyəcəm təbii ki sonda, amma bundan əlavə xüsusi belə deyək, altından xətt çəkdiyim bir məqam var ki, bu da evdən bayıra çıxmaq istəməyən, ümumiyyətlə havalarla əlaqəli, ümumiyyətlə evdə gününü keçirmək istəyən xanımlara daha çox şamil eləyəcəm sözümü. Çünki uşaqları ilə bağlı, həm özləri ilə bağlı dil öyrənmək baxımından məktəbə qədər hazırlıqla, ibtidai hazırlıqla bağlı çox yaxşı bir məqam var ki, müəllimlər özləri gəlirlər sizin evinizə. Bax belə. Bundan əlavə iş yerlərinə də müəllimlər təyin edirlər. İş yerində işinizi aksatmadan da siz bu dilləri öyrənirsiniz qısa bir müddət ərzində. Qeydiyyatdan hələ keçməmisinizsə, çox təəssüf, indi keçmək mütləq lazımdır. Endirimlər çünki hələ də davam edir. O yaz endirimlərini bir balaca uzatmışıq xahişlə, daha çox istəklə, biraz da uzadın endirimlər, xüsusi olaraq Sağlam Radionun dinləyiciləri üçün bu endirimləri necə deyirlər, tətbiq edin deyə nə yaxşı ki sözümüzü yerə salmadılar və bu endirimləri sizin üçün edirlər. 055 674
72 30 WhatsApp-a yazacaqsınız. Bu nömrəni WhatsApp-na 055 674 72 30 fürsəti qaçırmayın. Beləcə biz dil biliklərimizi bax bu cür inkişaf etdirmiş olacağıq. Leyli xanım, bir neçə sual da var. İstəyirəm onu da sizə ünvanlayım. Azərbaycanda ümumiyyətlə moda sənayesində hansısa bir çatışmazlıqlar görürsünüzmü? Moda sənayesində çatışmaz. Hansı ki, bax radiodur, efirdir bəli. və bunu məncə də işıqlandırmaq lazımdır. Əslində çox istərdim ki, dəstək olunsun. Azərbaycan moda sənayesindən daha çox tekstil bazarına, dünyaya çıxışa. Daxili bazarımız çox da böyük olmadığı üçün bizim beynəlxalq əlaqələr qurmaq, beynəlxalq sərgilərdə iştirak etmək. Hər zaman bunu deyirəm, çox böyük dəstək gözləyirik. Bütün tekstilcilər olaraq, bütün modacılar olaraq, markalar olaraq biz istəyirik ki, bizi dünya bazarına çıxartsınlar. Dəstək istəyirsiniz. Bəli, dəstək istəyirik. Aydındır. Gənc dizaynerlərə hər hansı bir tövsiyə nə ola bilərdi? Gənc dizaynerlərə tövsiyəm odur ki, mən hər zaman yanıma dəvət eləyirəm gənc dizaynerləri stajyor olaraq. Hazırda 2 stajyorumuz var bizim moda evində. Bir çox peşə məktəbləri ilə də əməkdaşlıq eləyirəm. Oradan da gəlir. Hansı ki, həvəsi olan, işdən qorxmayan, özünə güvənən, gözəl ideyası olan, istənilən gənc dizaynerlərə mənim hər zaman qapım açıqdır. Onlara tövsiyəm odur ki, heç zaman çətinlikdən qorxmayın. Zaten bir işi qurmaq istədiyimiz zaman hər şeylə rastlaşırıq və ən önəmlisi istəkdir. İşdən istədiyimiz zaman və bunu daxilən bu işi sevdiyimiz zaman bu həqiqətən də mümkündür. Alınacaq. Bəli, alınacaq. Moda olmasaydı hansı sahədə iş çalışardınız? Maraqlıdır. Mən daha öncə başqa sahələrdə çalışmışam və özümü heç zaman o işlərdə tapa bilməmişəm. Maraqlıdır. Və ondan sonra öz işimi qurduqdan sonra öz işimlə bağlı təhsillərimi davam elətdirirəm. Mən hələ də özüm təhsilimi davam elətdirirəm. Hələ də özüm bütün dünyada olan master klasslara, seminarlara, eğitimlərə qoşulursunuz. Bəli. Daim moda bilirsiniz necədir? Moda daim dəyişən bir şeydir deyinə. Modanı daim öyrənmək lazımdır. Modanı bugün öyrəndim. Bitdi. Belə bir şey yoxdur. Modanı daim, hər saniyə, hər dəqiqə öyrənmək lazımdır. Təqib eləmək lazımdır həm də. Aha, Nərmin xanım, siz sonda nə deyərdiniz? Forumla bağlı olsun, fikirləriniz varsa, əlavələriniz varsa, buyurun. Sonda da, başda da mənim hal-hazırdakı tək gündəmim Təhsildə Sən layihəsidir. Yəni Təhsildə Sən layihəsindən bağlı qeyd etmək istəyirəm ki, hal-hazırda artıq sadəcə bilet satışı davam edir. Bilet satışı üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Leyli xanım bəlkə qeyd elədi, ilk işindən danışdı ki, mən hal-hazırda onu görəndə deyirəm ki, mən bunu necə eləmişəm. Biz də layihəyə birinci başlayanda, ilk layihəmizdən bugünə baxanda, biz də ilk layihəmizdə baxanda çox çatışmamazlıqlar görürdük. Amma hal-hazırda daha inkişaf etmiş formada, hər layihədə bir öncəkindən daha gözəl, daha möhtəşəm formada hazırlaşırıq. Təhsildə Sən 4, Təhsildə Sən 3-dən daha möhtəşəm, Təhsildə Sən 5-dən isə biraz daha geridə qalmış bir layihə olaraq təqdim olunacaq. Hamınızı mayın 3-də Bakı Biznes Universitetində gözləyirik tədbirdə. Bəli. İnşallah mən də dəvətliyəm. Uğurlar. Leyli xanım da inşallah tədbirdə bizlə Mənə olacaq. çox maraqlı Hər gəlir. birimiz Bəli. orada olacağıq Hər birimiz inşallah orada və çox da olacağıq. maraqlı, özümüz üçün də maraqlı məqamlar olacaq ki, mən bilirəm ki, oradan özümüz üçün də götürəcəyik. Nəsə hər bir kəs dəvət olunanlar, Öyrənəcəyimiz çox şey bəli, var, hər təbii kəs ki. oradan nəsə özü üçün götürəcək. Spikerlər 14 spikerdir. Bəli, 14 Düşünün ki, spiker. onların çıxış etdikləri mövzular necə maraqlı olacaq. İnşallah hər kəsi dəvət eləyirik. Bir daha sonda biletləri əldə etmək üçün yığmalısınız 0 55 674 72 30 nömrəsini. Təşəkkür edirəm Leyli xanım gəldiyinizə görə. Çox xoş idi. Nərmin xanıma da təşəkkür edirəm. Belə bir gözəl qonağınızla bir yerdə məni saldığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun, Çox sağ olun. minnətdarım. Görüşərik, sağlıq olsa, sağlam təhsildə. Bugün moda dünyasından danışdıq, moda dünyasına səyahət etdik, zövqdən danışdıq, zəriflikdən danışdıq, trendlərin danışdığı o verilişdən, belə deyək də, verilişi sizə təqdim etdik və bugün də təbii ki, hər kəs demək olar ki, modanın nəbzini tutmağa çalışır, amma bunun da bir təhsili var. Bunun da təhsilini almaq üçün müraciət edə bilərsiniz Leya Couture, bax, moda evinə. Təşəkkürlər bir daha. Sağollaşıram, sizinlə sabah eşidiləcəyik saat 11-12 arası sağlam təhsildə. Hələlik.